Çoxdandır ki bu parkda video çəkmirəm. Bugün hava superdir, həqiqi maşallah olsun. Dedim bugün olar. Deməli çəkiliş üçün heç vaxt ayrıca zaman, ayrıca vaxt ayırmayın. Yəni mən saat 5-dən sonra gəlib çəkəcəm və yaxud işə satın məhsulumu çəkib satacağım. Yəni siz sıradan bir gündə, sıradan bir vaxtda, yəni ağlınıza gələn bir informasiyanı videoda bölüşə bilmirsinizsə, İnanın ki, məhsul satışında da sizə çətin olacaq. Çünki sırf yalnız məhsulu çəkib və yalnız məhsulu satmaq bu insanlara öz məhsulu sıramaq kimi bir şeydir. İnsanlar isə real content axtarır, yəni səmimi insan axtarır, güvənə biləsi insan axtarır. Amma siz yalnız məhsul haqqında danışsanız, burada güvəndən heç bir şey danışmaq olmaz. Çünki siz yalnız məhsul satırsınız. Ona görə çalışın günlük həyatınız haqqında da çəkin və öz fikirlərinizlə bölüşün.